Silikdə yanma, göynəmə mövzusu çox önəmli mövzudur. Əgər silikdə yanma, göynəmə, acışma hissləri varsa, ilk başda profilaktik olaraq maye qəbulunu artırmalıyıq. Əgər gündəlik limitimizi, içdiyimiz, qəbul elədiyimiz maye miqdarından 200-400 qram artıq maye qəbul eləyiriksə və bu şikayətlər keçirsə, o qədər ciddi problem olduğunu düşünmürük. Yox, şayət yanma, göynəmə davam edirsə, bu iki qrupa bölünür. Qadınlarda və kişilərdə fərqli əlamətlərə sahibdir. Qadınlarda ən çox sistit əlamətləri olur. Xroniki sistit, interstial sistit dediyimiz kəskin sistit əlamətləri ola bilər. Yanma, göynəmə, acışma. Kişilərdə biraz daha ağır formada ola bilirlər. Hansı ki, infeksiya dediyimiz cinsel yolla bulaşan infeksiyalar vardır ki, bunların da əsas şikayətləri yanma, göynəmə, acışma, kəsik-kəsik sidik ifrazının olmağı, axıntının, rəngli şəffaf mayenin gəlməsi, bu kimi şikayətlər varsa mütləq və mütləq yoxlanmaq məqsədə uyğundur ki, daha çox kişilərdən söhbət edirəm. Çünki kişi cinsi olanlarda ağır fəsadları, cinsel istək olmaması, azalması və digər cinsel funksiyonların çox da açıqlama vermək istəmirəm, cinsel funksiyon pozğunluqlarına gətirib çıxara bilər.